uzatmaram mən. Bəlkədə bir insan deyib yüzlüyü datmaram mən. Belə kişinin məclisində saxlayan atmaram mən. Özündəki vicdanı görsən qaylar sallala. Özündəki vicdanı görsən qaylar sallala. Ay Məlik Allah'ına imtihanı düzəldik belə, əlin yola salın qalanı düzəldik belə. Biz bile restoranı düzəldik belə. Köhnə Azərbaycan görsün qeydlər sandala. Köhnə Azərbaycan görsün qeydlər sandala. Qardaşım da gəlsin belə, qədimi diyarlar görüb. O qədər belə nəzəri antika divarlar görüb. Orhan əmin Orxandı, şirlər sanavarlar görüb. Sən adi ev heyvanı görsən qaylar sandala. Sən adi ev heyvanı görsən qaylar sandala. Şairləri tərifləyəsən boş yerə, toyda misafirləri tərifləyəsən boş yerə, şərqdə şiirləri tərifləyəsən boş yerə. Sən gözündən aslanı görsün qeydərsən dala, sən gözündən aslanı görsün qeydərsən dala. Elə özünə aslan deyib özünü tuxlamağın var, elə özünə aslan deyib ürəyi dağlamağın var. Uşaq kimi sıxıldınsa arada ağlamağın var. 15 ildir gedənlərə belirə bağlamağın var. Özün bir dəfə telmanı görsün qaydarsan dala. Özün bir dəfə telmanı görsən qaydarsan dala. Sən belə söhbətlə atam özünü salırsan tora. Sən belə söhbətlə atam özünü salırsan tora. Səhnədə pulhan danışırsan, danışarsan sonra. Sən Alibaq məclisi gördüyündə girərsən ora. İmam Hüseyin Eysanı görsün qeydərsən dala. İmam Hüseyin Eysanı görsün qeydərsən dala. Sən bugünkü meydanı görsün qeydərsən dala. Değerli izleyiciler, bildiğiniz gibi Güngör balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.